ay nə bilim inanmışdım, ay valideynlərim mənə pis baxardı, ay qarşı tərəf hətta nikaha daxil olmazdı mənimlə. O bir söz var, başı daşdan daşa dəymiş insanlar ki, nikah pozulur, deyir, kaş. Bir dəfə ailə qurub, ikinci dəfə ailə quranlar daha yaxşı varırlar onun mahiyyətinə. Nikah pozularkən deyilməyən sözlər, atılmayan şərlər, böhtanlar qalmır. Mənim anam mütləq bizimlə yaşayacaq. Nəyin qarşısını alırıq? Xəyanətin qarşısını alırıqmı? Bu nikahın pozulmasına mı xidmət eləyir, yoxsa nikahın möhkəmlənməsinə mi xidmət eləyir? Məhkəmələrdə nikah müqaviləsi bağlamadığı üçün peşman olan adamları çoxmu görürsünüz? Sizinmi günahınızdır, sizinmi etibarsızlığınızdır, yoxsa qarşı tərəfin artıq niyyətinin nə olduğunun göstəricisidir? Yəni, niyə nikah müqaviləsi ümumiyyətlə yaranıb və niyə nikah müqaviləsi Azərbaycan Respublikasının ailə qanunvericiliyinə daxil olunub? Hər vaxtınız xeyir. Haradan başlamalı efirdədir. Bu dəfə qonağımız vəkil Elvin Səlimov olacaq. Elvin bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Ənənəvi olaraq sizinlə məhz bizi izləyənlərin hüquqi savadlığının artırılması istiqamətində mövzular müzakirə edirik. Bu dəfə də artıq bir mövzu seçmişik. Bu mövzumuz isə nikah müqaviləsidir. Bugün ölkəmizdə ailə quran cütlər nikah müqaviləsi bağlamağa istəklidirlərmi? Nə müşahidə edirsiniz? Bununla bağlı ilkin olaraq deyərdim ki, xeyr, yəni maraqlı deyillər. Bu da təbii ki, bizim mental dəyərlərdən irəli gələn bir məsələdir. Çünki çox təəssüflər olsun ki, bizdə hələ də keçmiş, belə deyək, düşüncələrlə, keçmiş deməli, fəxli, yəni indiki zamana uyğun olmayan fikirlərlə yaşayan insanlar çoxdur. Və yenilik, ümumiyyətlə cəmiyyətdə həm ailə münasibətlərində, həm insanlar arasındakı münasibətlərdə yeniliklərə açıq deyirlər. Və təbii ki, gənclərimiz də ailə dəyərlərinə bağlı olduqları üçün, valideynlərinə bağlı olduqları üçün bu fikirlər onlara da aşılanır və nikah müqaviləsinin ümumiyyətlə anlayışını, fəlsəfəsini bilmədikləri üçün bugün cəmiyyət nikah müqaviləsini bağlamağa meyilli deyil. Amma bağlayanlar var. Bu müqavilə bağlayanlar var. Bəli, bizim təcrübəmizdə də olub, düzdür, çox nadir hallarda rast gəlinən bir hallar olub, amma təcrübəmizdə olub ki, nikah müqaviləsi bağlanıb və mən sizə deyərdim ki, həmin o təcrübədə olan o hallar artıq yetkin insanların nikahları ilə bağlı olan nikah müqaviləsi olub və xarici ölkə vətəndaşının Azərbaycan vətəndaşı ilə bağladığı nikahlar zamanı öncədən bağladığı nikah müqaviləsi ilə bağlı olub. Əslində o sualı verəcəkdim ki, həmin o nikah müqaviləsini bağlayanların hər ikisi Azərbaycan vətəndaşı mı olub? Bəli, hər ikisi ikisi Azərbaycan vətəndaşı olanlar da olub. Bunlar yetkin şəxslər olub, bunu öncədən deyirəm. Yəni, yetkin şəxs dedikdə nə? Yetkin şəxslər dedikdə, yəni bunlar cəmiyyətdə özlərinin işi, gücü, müəyyən mənada bir oturuşmuş bir şəxslərdir. Təqribən neçə yaşdadır? 35 yaşdan yuxarı şəxslərin nikahları zamanı biz bu nikah müqaviləsinin şahidi olmuşuq. Yəni təcrübəmizdə olub. Məsələn 22, 23 və ya 25 yaşında ailə quran gənclər necə? Xeyr, mən yəni öz təcrübəmdən belə bir hal rast gəlməmişəm. Bunu da bayaq dediyim kimi ailə münasibətlərinə irəli gələn baxışdır ki, həmin yaşda gənclərin də baxışı tamamilə fərqli olur. Deyirlər ki, biz bəyən bir-birimizə inanmırıq ki, biz bunu müqavilə halına salaq. Sizcə nikah müqaviləsi tərəflər arasında etibarsızlıq əlaməti kimi qələmə verilməlidirmi? Bax, çox doğru bir sualdır. Həqiqətən də cəmiyyət bu cür yanaşır. Əslində tamamilə yanlış bir yanaşmadır bu. Yəni nikah müqaviləsi etibarsızlıq əlaməti kimi düşünülməli deyil. Biz ümumiyyətlə insanlara hüququn dilini izah etməyə çalışmalıyıq. Yəni hüquq həmin o məsələ fəlsəfəsi nədir? Yəni nikah müqaviləsinin fəlsəfəsi nədir? Yəni niyə nikah müqaviləsi ümumiyyətlə yaranıb və niyə nikah müqaviləsi Azərbaycan Respublikasının ailə qanunvericiliyinə daxil olunub? Yəni bildiyimiz kimi ümumiyyətlə cəmiyyət inkişaf eləyir.
nikah münasibətləri, ailə münasibətləri yalnız mənəvi dəyərlər üzərində formalaşmır. Burada həm də iqtisadi dəyərlər öz rolunu oynayır. Ən vacibi də o deyilmi? Vacib deməzdim, ən vacibi deməzdim, amma mənəvi dəyərlərlə eyni bərabərlidə olan bugünkü gündə dəyərlərdir. Yəni biz nə qədər insanlar, nə qədər ailələr görürük ki, bir-birlərinə mənəvi cəhətdən, həqiqətən də sevgi, məhəbbətlə yanaşıblar və daha sonra tərəflərdən birinin iqtisadi cəhətdən, yəni mal-mülk cəhətdən yanlış addımları nəticəsində bu etibar dağılıb, sevgi və məhəbbət də bunun əsasında məhv olur və nəticə nikahın pozulmasına gətirib çıxardır. İstərdim o nümunəni bir balaca da genişliyindən açıq izah edək. İnsanlar nikaha daxil olurlar. Nikaha daxil olanda təbii ki, bir-birlərinə etibar edirlər. Bəli. Etibar əsasında nikaha daxil olurlar. Mən bunu klassik nikahdan danışıram. Yəni hansısa bir iqtisadi belə deyək formula əsasında nikaha daxil olmadan və yaxud da ki ailələrin bir-birinə tanışdığı məcburiyyətindən irəli gələn belə deyək nikahlardan danışmıram. Yəni hansı ki həqiqətən də tərəflər bir-birini sevir, onlar bir-birlərinə inanırlar. Bunların münasibətləri duyğular əsasında olur və onlara desən ki nikah müqaviləsi bağlı deyəcəklər biz bir-birimizə inanırıq. Amma nəticə olur ki, bu gün cəmiyyətdə hamımız bilir ki, boşanmaların sayı kütləvi şəkildə artır. Yəni bunlar nəyin əlamətləridir? İnsanların, nikaha daxil olan insanların bir-birinə qarşı iqtisadi cəhətdən düzgün, ədalətli yanaşmamasının nəticəsidir. Yəni nikaha daxil olandan sonra bir müddətdən sonra kifayət qədər əmlaka sahib olur. Ev alır özünə. Ev alır. Evi götürür, məsələn, anasının adını alır. Nə bilim, qardaşının adını alır. Və yaxud da ki, xanımın kifayət qədər yüksək gəlirləri olur. Evi alırlar, məsələn, həyat yoldaşının anasının adına. Səhvən olur bunlar, inamdan irəli gələn məsələlər olur. Nikah müqaviləsi olsa, əgər yenidən o evi anasının adına alsa, onda necə olacaq? Baxın, nikah müqaviləsinin də mahiyyəti budur ki, nikah müqaviləsi zamanı bütün bu məsələlərin hamısını nizamlamaq mümkündür. Nikaha daxil olarkən tərəflərin əmlakı, nikaha daxil olandan sonraki əmlakı üzərində olan bütün münasibətləri, hüquqi münasibətləri müqavilə rejimində münasibətləri nizamlamaq mümkündür. Nikah müqaviləsi ilə hansı məsələləri nizamlamaq mümkündür? Saymaqla bitməyəcək. Mən ən yaxşı deyim ki, nələri olmaz. Nələri nizamlamaq olmaz? Bəli. Yəni, məsələn, tərəflərdən birinin əmlakla bağlı olmayan mənəvi hüquqlarını, belə deyək də, qeyri-əmlak hüquqlarını, prosessual hüquqlarının məhdudlaşdırılmasını nikah müqaviləsi ilə nizamlamaq olmaz. Məsələn? Yəni ki, məsələn, məhkəməyə müraciət etmə hüququnu məhdudlaşdırsın. Nikah pozularkən tərəflər bir-birinə qarşı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsın. Yəni, sadə dillə desək, boşana bilməzsən məndən. Məsələn, boşana bilmərsən, məsələn, 5 ildən sonra boşana bilmərsən, məsələn, 15 ildən sonra boşanmalısan və s. bu kimi, yəni əmlakla bağlı olmayan bu hüquqlardır və eyni zamanda tərəflərdən fərqi yoxdur. Yəni, ər tərəf oldu, ərvad tərəf oldu, onların vəziyyətini ağırlaşdıran məsələlər, hüquqlarını məhdudlaşdıran, onların vəziyyətini ağırlaşdıran hallar müqavilə ilə nizamlana bilməz. Yəni, hətta bunlar qeyd olunsa da onlar gələcəkdə həmin halların etibarsızlığına, həmin halların ləğvinə gətirilib çıxarıla bilər. Bu isə artıq növbəti sualımızı doğurur. Nikah müqaviləsi sonradan dəyişdirilə və ya ləğv edilə bilərmi? Nikah müqaviləsi digər müqavilələr kimi, mülki qanunvericiliyimizdə nəzərdə tutulan digər müqavilələr kimi tərəflərin razılığı ilə dəyişdirilə bilər, ləğv edilə bilər, etibarsız sayıla bilər. Tərəflərin? Hər iki tərəfin razılığı ilə. Əgər tərəflərdən biri buna razı olmadıqda, artıq digər tərəfin
müqavilənin hansısa bir şərtinin, hansısa bir hissəsinin öncədən dediyim kimi tərəfi vəziyyətini ağırlaşdıran hallar mövcuddursa, onların etibarsızlığına dair məhkəmələrdə iddia qaldırıla bilər və yaxud da ki, nikah müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırıla bilər və digər müqavilələrə münasibətdə mülki qanunverici eyni nikah müqaviləsi kimi bu müddalar tətbiq olunur, etibarsızlığına dair, ləğvinin əsasları və s. və məhkəmə əgər həqiqətən də iddianı əsaslı sayarsa, qeyd olunan nikah müqaviləsinin bütövlükdə və yaxud da ki, hansısa bir şərtinin etibarsız sayılması ilə bağlı qərar qəbul edə bilər. Baxın, o siz dediyiniz məsələdən yola çıxsaq, məsələn, nikah müqaviləsinə salınıb ki, 5 il ərzində biz ayrılmayacağıq. Və yaxud da ki, istər ər, istər həyat yoldaşı, arvadı məndən boşanmayacaq. Bu gəlib yekun bir mərhələdə hər hansı bir hüquqşünasdan da məsləhət görülməyib və yaxud da ki, tərəflərdən birinin ümumiyyətlə bundan xəbəri olmayıb. Ümumən bu müqavilə bağlana bilərmi? Yoxsa bəlli bir instansiyada deyəcəklər ki, olmaz, geri qayıdacaqsınız? Baxın, mən bunu açıqlayım. Birincisi, ilk öncə bunu qəti şəkildə istərdim, çatdırım ki, nikah müqaviləsi ümumiyyətlə hər hansı bir müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə edilməlidir. Biz necə ki, özümüzü körtəbii şəkildə müalicə edə bilmərik, etsək də səhvlər ola bilər və bu bizim həyatımıza belə deyək, başa gələr. Həkimdən məsləhət alırıq, qəbuluna gedirik. Bəli, eyni zamanda da nikah müqaviləsi və yaxud digər müqavilələr bağlayarkən bunlar bizim hüquqlarımızla bağlıdır, əmlak hüquqları və digər hüquqlarla bağlıdır. Biz mütləq qaydada peşəkar hüquqi yardımdan istifadə etməliyik. Tərəflər ayrı-ayrılıqda yoxsa bir fərq etməz. Əgər tərəflər bir-birinə inanırsa, ikisi bir yerdə müəyyən bir vəkilə hüquqi xidmət göstərən, peşəkar hüquqi xidmət göstərən şirkətlərə müraciət edə bilərlər və onlar bu nikah müqaviləsini detallı şəkildə hər bir incəliyinə qədər işləyib, hazırlayıb, notarial qaydada təsdiq olunmasına təşkil edə bilərlər. Amma ümumilikdə bugünkü gündə siz dediyiniz məqamla bağlı mən düşünmürəm ki, birincisi nikah müqaviləsi notariat qaydada bağlanır, notariat ofislərində bağlanır və notarius da hüquqşünaslardır və buna görə də o nikah müqaviləsinin şərtlərini oxuduqda artıq bu nikah müqaviləsinin siz dediyiniz şərtin belə deyək, qanunvericiyə zidd olduğunu gördükdə tərəflərə bunu izah etməklə həmin şərtin ümumiyyətlə etibarsız olmasını tərəflərə bildirir. Yəni ki, onun olması belə, o şərtin olması heç nəyi dəyişmir. Tərəf əgər istərsə 3 ildən sonra, 5 ildən sonra da olsa nikahın pozulması ilə bağlı iddia qaldıra bilər. Çünki nikah müqaviləsinin fəlsəfəsi var, ümumiyyətlə özünün mahiyyəti odur ki, bu nikah müqaviləsi nikah pozulana qədər belə deyək, qüvvədə olur. Təbii ki, o şərtlər ki, nikah müqaviləsində nikah pozulduqdan sonra tərəflərin üzərinə hansısa bir öhdəliklər, vəzifələr, hüquqlar qoymursa. Yəni, nikah müqaviləsində ola bilər ki, tərəflər nikah pozulduqdan sonra bir-birlərinə müəyyən bir dövr baxmaq vəzifəsini qoysunlar. Maddi imkanları zəifdir, özünün işi yoxdur və tərəf eyni zamanda nikah müqaviləsində şərtləndirir ki, əgər bizim nikahımız pozularsa, məsələn, 2 övladımız olarsa, sənin iş yerin olmarsa, baxmayaraq qanunvericilikdə aliment hüququ, öhdəlikləri falan var, eyni zamanda tərəf öhdəlik götürə bilər ki, mən sənin özünün də bu uşaqlara baxdığın üçün, uşaqlar sənin yanında qalarsa, sənin özünü 5 il, 3 il, məsələn, uşaqların 18 yaşına çatana qədər saxlamaq öhdəliyi götürür. Yəni, sənə də ödəniş edəcəm. Bəli. Aliment ayrı, bir də sənin özünə ödəniş edəcəm. Məsələn, bu şərti şərtləndirə bilərlər və nikah müqaviləsinə daxil edə bilərlər. Tamamilə normal bir münasibətdir və gəlin belə bir baxış edək o zaman nikah müqaviləsinə. Bu etibarsızlığa mı dəlalət eləyir, tərəflərin bir-birinə olan güvənini mi artırır? Bu nikahın pozulmasına mı xidmət eləyir, yoxsa nikahın
möhkəmlənməsinə xidmət edir. Amma yəqin ki, siz də razılaşarsınız ki, cəmiyyətdə nikah müqaviləsinə qarşı bir qara kampaniya aparılır. Yəni bunun səbəbini nə də görürsünüz bəs? Fikrimizin, yəni müzakirəmizin əvvəlində dediyim kimi, keçmişdən qalan ilk öncə düşüncələr, yanlış düşüncələr və nikah müqaviləsinin ümumiyyətlə mahiyyətini anlamamaq. Yəni ona görə bunu boşanmağa hazırlıq prosesi kimi qələmə verirlər. Bəli, tərəflər düşünür ki, əgər biz nikaha daxil olarkən münasibətlərimizi müqavilə ilə şərtləndiririksə, deməli bir-birimizə etibar etmirik. Amma gəlin baxaq görək ki, bu gün məhkəmələrdə nə qədər bir-birinə etibar eləyən cütlüklərin qızğın mübarizəsi var. Bir-birlərinə qarşı nikah pozularkən deyilməyən sözlər, atılmayan şərlər, böhtanlar qalmır. Necə olur ki, nikaha daxil olarkən bir-birinə bu qədər etibar edən şəxslər bir müddət sonra bir-birlərinə qarşı bu qədər, belə deyək, nifrətlə yanaşırlar? Və nikah müqavilələri yoxdur. Nikah müqaviləsi yoxdur, bəli. Baxın, belə bir halı məsələn götürək. Nikaha daxil olana qədər tərəflərin ailə münasibətləri bir-birlərinə qarşı etibarı var və cütlüklərin, məsələn, xanımın valideynləri tərəfindən deyilir ki, gəlin bunlara ayrıca bir mənzil alaq. Nikaha daxil olmayıblar. Oğlan tərəf deyir ki, yaxşı, mən bir mənzil alıram, siz də mənzili təmir edin. Mənzil alırlar oğlanın adına, təmir edirlər. Qız gəlin köçür ora. Nikah müqaviləsi yoxdur. Deyilən bu hallar etibar əsasında qurulub. Boşananda problem nədən yaranır? Boşananda problem nədən yaranır? Mənzil nikahdan öncə oğlanın adına alınıb. Deməli, xanımın orada hər hansı bir hüququ yoxdur. Qanuni rejimdən danışırıq. Hüququ yoxdur. Artıq mübahisə nədən yaranır? Ora çəkilən xərclərin ödənilməsi, bunun sübuta yetirilməsi və s. hallar. Amma bunu gəlin nikah müqaviləsinə salaq. Etibar var, çox gözəl. Nikah müqaviləsində göstərə bilərik ki, həmin o alınan mənzil nikahdan öncə tərəfin birinin, xanımın və yaxud da bəyin adını alınmasından asılı olmadan nikah dövründə alınmış əmlak kimi qəbullanır və hər ikisinin paylı mülkiyyəti kimi qəbul edilir. Hətta nəzərə alsaq ki, həmin o ev alınanda evin əşyalarını da bir çox hallarda bizim ənənəyə sadiq qalaraq xanım tərəfi alır. Bəli. Cehizi onlar alırlar. Və nikah müqaviləsi hamı düşünür ki, ancaq nikah daxil olarkən bağlanmalıdır. Xeyr, nikah müqaviləsi nikahda olduğu müddətdə də bağlana bilər. Yəni evli olurlar da nikah müqaviləsi bağlamaq mümkündür. Bəli. Məsələn 10 ildə ailə qurub və indi anlayır ki, nikah müqaviləsi ola bilər. 20 ildən sonra da bağlanır. Bəs yaxşı həmin o müddəti necə nizamlayacaqlar onlar? Məsələn evi biz Bütün almışıq. şərtləri nizamlamaq mümkündür. Bütün şərtləri nizamlamaq mümkündür. Mən buna görə deyirəm, nikah müqaviləsini bugün cəmiyyət həqiqətən də düzgün anlamır və düzgün yanaşmır. Buna görə də nikah müqaviləsinə qarşı birmənalı olaraq belə deyək, baxışlar dediyiniz kimi qara kampaniya və s. və s. O vəsaitlərin içərisində bir də bu var ki, nikah müqaviləsi sanki kişinin əl qolunu açan, imkanlarını genişləndirən bir müqavilə kimi də qələmə verənlər var. Elədirmi həqiqətən? Xeyr, elə deyil. Nikah müqaviləsi kiminsə əl qolunu açmaq, kiməsə üstün hüquqlar vermək niyyəti daşımır. Əksinə, tərəflərin düşüncələrini, bir-birinə etibar etdikləri, şifahi olaraq nikaha daxil olarkən sənə dağları verərəm, sənə dünyaları belə deyək, ayağının altına sərərəm, sənsiz ölərəm, hər şey sənə qurbandır sözlərinin yazılı təsdiqidir. O şeir sözlərinə bənzədir yeri gəlmişkən. Amma mənə maraqlıdır ki, bütün bu əlamətlərin kökündə duran səbəblər, bütün bu istər qara PR olsun, istər bunu sərt şəkildə qarşılamaq olsun, yəqin ki, razılaşarsınız, məsələlərdən agah olmamaq, xəbərdar olmamaq dayanır. Yəni, prosesin özündən xəbərdar deyirlər. Amma siz də dəfələrlə bu istiqamətdə maarifləndirmə işlərini aparırsınız.
Reaksiyalar necədir? Baxın, hüquqi maarifləndirmə hüquqşünasların tək efir və yaxud da ki, bu cür verilişlərlə aparılmır ki. Təbii ki, biz cəmiyyətdə oluruq və cəmiyyətdə insanlarla ünsiyyətdə oluruq. Ünsiyyətdə olarkən qarşındakı sənin hüquqşünas vəkil olduğunu anladıqda hüquqi suallar verirlər, hüquqi problemlərinin araşdırılmasını istəyirlər. Və bu halda bu fikirləri aşılayırıq. Təbii ki, yaşlı nəsil bunu qəbul etmir. Bunu ancaq kim qəbul eləyir? O bir söz var, başı daşdan daşa dəymiş insanlar ki, nikah pozulur, deyir, kaş, deyir, mən o vaxtı nikah müqaviləsi bağlayardım, bilmirdim. Ay, nə bilim, inanmışdım. Ay, valideynlərim mənə pis baxardı. Ay, qarşı tərəf hətta nikaha daxil olmazdı mənimlə. Sual verirəm. Əgər bir tərəf digər tərəfə verdiyi vədi, şifahi verdiyi vədi, sözü, etibarı yazılı şəkildə təsdiq etməkdən qaçınırsa, bu sizinmi günahınızdır, sizinmi etibarsızlığınızdır, yoxsa qarşı tərəfin artıq niyyətinin nə olduğunun göstəricisidir? Cavab nə gəlir bəs? Təbii ki, həmin vaxtı ona abırdan, həyadan irəli gələrək yanaşmırlar. Amma bir balaca dərin düşünsək, görərik ki, heç də burada qorxulu və belə deyək, abırsız, həyasız və yaxud da ki, belə deyək, etik normalara uyğun olmayan bir hal yoxdur. Əksinə. Bilirsiniz nə düşünürəm İlvin bəy? Mən düşünürəm ki, nikah müqaviləsinin mahiyyətini bir dəfə ailə qurub, ikinci dəfə ailə quranlar daha yaxşı varırlar onun mahiyyətinə. Bu da doğru fikirdir, amma tək bu deyil. Yəni, insanlar dünyaya açıldıqca, düşüncələr artıq hüquqi cəhətdən formalaşdıqca buna münasibət də dəyişəcək. Bəli, bugünkü gündəki gənclər buna daha müsbət yanaşırlar. Düzdür, gənclərimiz, nikaha daxil olan gənclərimiz tam olaraq sərbəst deyil deyənə bu nikah müqaviləsini reallaşdıra bilməyənlər çoxdur. Sərbəst deyirlər dedikdə valideynlərin təsiri altındadırlar. Onu mu nəzərdə tutursunuz? Bəli, valideynlərin təsiri altındadırlar və bayaq dediyim kimi ailə münasibətlərinə hörmətlə yanaşırlar və buna görə də deyə bilmirlər ki, valideynlərə və yaxud da qarşı tərəfə ki, nikah müqaviləsi bağlayaq. Yeri gəlmişkən, nikah müqaviləsi valideynlərə şamil edilə bilərmi? Xeyr, valideynlərə şamil edilə bilməz. Valideynlərlə bağlı ümumiyyətlə hər hansı bir hal yoxdur burada. Amma burada yəni valideynlərin üzərinə öhdəlik qoya bilməz. Nikah müqaviləsi valideynlərin üzərinə öhdəlik qoya bilməz. Valideynlərlə bağlı nikaha daxil olan şəxslərin müəyyən vəzifələrini müəyyən edə bilər. Necə? Məsələn, nikaha daxil olan tərəflərdən biri qeyd eləyər ki, şərti olaraq deyirəm, sənin məsələn nikaha daxil olarkən yaşlı və yaxud da ki, himayəyə ehtiyacı olan valideyninin də maddi qarşılığını mən ödəyəcəm. Bəs müqaviləyə hər hansı bir belə bir bənd daxil oluna bilərmi ki, məsələn, bəy deyir ki, mənim anam mütləq bizimlə yaşayacaq? Əslində mümkün ola bilən haldır. Təbii ki, müqavilə nədir? Müqavilə bağlanarkən hər iki tərəfin razılığı olur. Razılıq olmadıqda müqavilə bağlana bilməz. Yəni, nikah müqaviləsi hər iki tərəfin öncədən razılaşdığı şifahi şərtlərin yazılı formatda köçürülüb, daha doğrusu notarial qaydada təsdiq olunmasına bildirir. Təbii ki, tərəflərdən biri deyə bilər ki, valideynlərimizin bizlə bir yerdə yaşanmasına etiraz edilməyəcək. Məsələn, bir xanım, qardaşı xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Və valideynləri artıq dünyasını dəyişəcək və o ailə qurandan sonra həmin o xüsusi qayğıya ehtiyacı olan qardaşı həmin o bacının himayəsində qalacaq. Nikah müqaviləsinə bu bəndi sala bilərmi ki, əziz yoldaşım, mən sənin ailə qurandan sonra
o xüsusi qayğı ehtiyacı olan qardaşım da gərək bizlə bir evdə yaşasın ki, onun suyunu, çörəyini, bəzi ehtiyaclarını reabilitasiyaya aparıb gətirmə bu istiqamətdə biz öhdəmizə götürəcəyik. Yəni bu salına bilərmi? Bəli, salına bilər Urfan bəy. Çox gözəl bir məqamdır. Bu bayaq dediyimiz kimi, öncədən də vurğuladığımız fikir kimi, məsələn, bax siz dediyiniz kimi, ailənin bir qız övladı var, bir də oğlan övladı var. Valideynlər yaşlıdır. Qız övladı bu oğlanın qardaşına görə nikaha daxil ola bilmir. Çətinlik çəkir. Çünki valideynlər bunun himayəsindədir. Zənn edək ki, bir oğlan, bir bəy həmin xanıma dəlicəsinə aşiq olub. Sevir. Bayaq dediyimiz kimi dağları vəd edir, dənizləri vəd edir. Xanım isə deyir ki, mənim himayəmdə az yaşlı və yaxud da ki, 50 olan şəxs var. 50 olan şəxs var ki, himayəyə ehtiyacı var, daimi olaraq mənim yanımdadır və mən artıq səninlə nikaha daxil ola bilmərəm. Səninlə ailə qura bilmərəm. Yəni mən həyatımı ona sərf eləyəcəm. Belə olan halda bəy təbii ki, bunu nikah müqaviləsində şərtləndirərək deyə bilər ki, şifahi şəkildə deyə bilər, həm mən onu saxlayacağam, o uşaq da gəlsin bizdən qalsın və yaxud da ki, ona başqa bir baxıcı tutaq və s. və s. Amma bu söz olduğu üçün ona sabahlarım deyə bilər ki, demişdim, deməmiş olum. Doğrudurmu? Və bir-iki uşaqları da dünyaya gəlir. Yəni ananın artıq qayğıları biraz da artır. Bəli, artır və oğlan bir müddətdən sonra deyir ki, ümumiyyətlə boşanıram səndən. Bezmişəm, istəmirəm. Nəticə nə olur? Xanım özünün əlil qardaşı və yaxud da ki, valideyni və yaxud da kimlənsə yaxını ilə birlikdə eyni zamanda da iki uşağın bütün cəfasını tək çəkməli olur. Bu çox çətindir. Məsələnin mahiyyətinə geçsək, deyəcək ki, hamı ki, aliment verəcək də uşaqlarla bağlı. Bəli, amma bu nikahın baş verməsinə oğlanın hansı şifahi vədləri yola gətirmişdi xanımı? Onsuz da uşaqlara görə aliment verməlidir. Bəli. Bunu nikah müqaviləsinə daxil etsək nə olar? Boşananda artıq onu nikah pozulandan sonra da o uşağın, o kiminsə belə deyək də yaxının maddi cəhətdən tələbatların ödənilməsinə öhdəlik götürür. Və nikah müqaviləsi ona görədir ki, sabah sənin vədləri, boş sözləri kağız formatında, yəni yazı formada artıq doluya çevirir. Bu eyni zamanda, məsələn, ər də gələcək həyat yoldaşı xanıma deyə bilər ki, mənim, məsələn, yataq xəstəsi anam var. Bəlli bir vaxta qədər maliyyə vəziyyətim, məsələn, 5000 manat maaş alana qədər həmin yataqda olan anama sən qulluq edəcəksən. Əgər mənim nə vaxtsa maaşım 5000 manatın üzərində olacaqsa və təbii ki, onda 5000 manatın dəyəri olacaqsa da təbii ki, yəni burada devalvasiya səbəblərini demirəm. Onda mən artıq ona baxıcı tutacağam. Bu məsələ də bu formada salına bilərmi belə şey? İstənilən formada, bayaq dediyim kimi, istənilən formada nikah müqaviləsinin şərtlərini nikah müqaviləsində qeyd etmək mümkündür. Buna görə deyirəm ki, cəmiyyətimiz nikah müqaviləsinə siz dediyiniz kimi qara kampaniya şəklində deyil, onun mahiyyətini anlayıb yanaşsa, görəcəklər ki, nikah müqaviləsi çox gözəl bir əslində vasitədir ki, nikahı pozmaq üçün deyil, nikahı bərkitmək üçün, nikahı qorumaq üçün gənclər arasında bağlanmış bir müqavilədir. Məhkəmələrdə nikah müqaviləsi bağlamadığı üçün peşman olan adamları çoxmu görürsünüz? Çox görürük. Həqiqətən çox görürük. Mən dediyimiz bax bu şərtlərin üzərində bəlkə bir minlərlə o cür şərtli belə deyək, münasibətlər olub ki, baxırsan ki, onlar həmin vaxtı daha geniş düşünüb nikah müqaviləsi bağlasaydılar, məhkəmələrdə bu qədər mübahisələr olmazdı. Bir çox mübahisələrin qarşısını alır nikah müqaviləsi. Hətta valideynin sənə hədiyyə kimi hədiyyə verdiyi əmlakınla bağlı da nikah müqaviləsini şərtləndirmək olar ki, nikah pozularkən
şərtləndirmək olar ki, məsələn, tərəflərin bir-birinə xəyanəti nəticəsində nikah pozulursa, hansısa bir əmlak digər tərəfin adına keçilir. Burada da artıq yeni bir mövzu açılır. Xəyanətin təyin olunması ki, biz bu haqqda bir dəfə danışmışıq. Biz danışanda biz xəyanətin nikah münasibətlərindəki, nikahdakı qanuni rejiminə münasibət bildirmişdik ki, xəyanət nikahın pozulmasına dəlalət eləyə bilər, amma burada əmlak münasibətlərinə hər hansı bir fərq vermir. Amma müqavilə rejimi fərqli bir rejimdir. Bir var qanuni rejim, qanunun birbaşa tənzimlədiyi, bir də var ki, tərəflərin öncədən razılığa gəldikləri müqavilə rejimi. Məsələn, xanım deyə bilər ki, sən mənə xəyanət elədiyi aşkarlanarsa, bilinərsə, məsələn, həmin o xəyanət əsasında mən səndən nikahımı pozaramsa, sənin nikahdan öncə aldığın filan əmlakın yarısı mənim olacaq. Nəyin qarşısını alırıq? Xəyanətin qarşısını alırıqmı? Ən azından oğlan düşünəcək ki, xəyanət eləsəm evimin yarısı gedəcək. Buna görə eləməyəcək. Yəni, ona görə ən azından sevdiyi üçün yox, buna görə. Yəni, hər hansı formada qarşısını almış oluruq da. Min cəhdlə həmin o xəyanətin qarşısını alırıq. Təşəkkür edirəm Elvin bəy. Buyurun. Hər zaman kimi maraqlı cavablarınızla necə deyirlər, həm bizi, həm də bizi izləyənləri maarifləndirdiniz. Sizə təşəkkür edirik. Uğurlar arzu edirik. Təşəkkür. Əziz dostlar, hardan başlamalım? Bugünkü qonağı vəkil Elvin Səlimov idi. Yenidən görüşəcəyik. Sağ olun.